Dini göstərişlərdə bizə buyurulur ki, çalışın qonşulara əziyyət etməyin. Yəni sizin bir zərəriniz qonşunuza, heç bir qonşunuza dəyməsin, toxunmasın. Amma İslam dini bundan da yüksək bir məsələyə işarə eləyir ki, bu da insanın kəmala çatması üçün, mənəvi baxımdan yüksəlməsi üçün çox önəmlidir. O da nədir? O da budur ki, qonşunuz sizə əziyyət eləsə, çalış döz. Nə qədər imkan var döz. İmam Kazım əleyhissalam buyurur ki, gözəl qonşuluq bu deyil ki, sən qonşuna əziyyət etməyəsən. Vəlakin husnul civar as-sabr aləl-əza. Onun verdiyi əziyyətə dözməkdir. Yəni düşmənçilik etməməkdir. Nə qədər imkan varsa, nə qədər bacarırsansa, döz, səbr elə və əmin ol ki, bu dözmən ya onun islah olmasına səbəb olacaq, ya da ən azı sənin mənəvi baxımdan yüksəlməyinə səbəb olacaq.